الرحمن الرحيم الحمد لله رب العالمين بارئ الخلائق أجمعين ثم الصلاة والسلام على سيدنا محمد اللهم صل على محمد وآل محمد وآله الطيبين الطاهرين سيما بقية الله في الأراضين ناموس الدهر حجة ابن الحسن. قال الله في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قل يا عبادي الذين أسرفوا على أنفسهم لا تقنطوا من رحمة الله إن الله يغفر الذنوب جميعا إنه هو الغفور الرحيم وأنيبوا إلى ربكم وأسلموا له من قبل أن يأتيكم العذاب صدق الله العلي العظيم. İbadət itaətlərimizin, dualarımızın qəbul olunmağı mübarək cümə günüdür, mübarək Ramazan ayıdır. Bu mübarək ayda, bu mübarək günlərdə bağışlanmağımızdan ötəri səlavat hədiyyə edəyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Allaha and verək izzət-i cəlalına, Allah xəstələrimizə şifa versin bu ayın hörmətinə. Allah bütün əzizlərimizin nə qədər çətinlikləri var, Allah mütəallı həll eləsin. Allah bizə tövfiq versin, bizə qüdrət versin. Biz bu yolda Allah dediyi kimi bu mübarək ayı yaşaya bilək. Allah bizi bağışlamamış bu dünyadan aparmasın inşallah. Mübarək aydır Ramazan ayı. Allahın ən əzəmətli ayıdır, ən bərəkətli ayıdır. Bu ayda Allah bərəkətin sərib bəndələri üçün sevinc ayıdır, mərhəmət ayıdır, rəhmət ayıdır. Allahın rəhmət sifəti bu ayda daha geniş, daha çox görünür. Allah hər an ərhəmər-rahimindir. Elə biz birinci cümlədə nə deyirik? Bismillahirrahmanirrahim. Rəhimli, mehriban olan Allahın adı ilə. Elə Qur'an-ı Kərim başdan ayağa biz baxanda görürük Allahın rəhməti nədir? Daha çoxdur. Allah mütəal ona görə hədislərdə Məsum əleyhissalam da bizə dualarda örgədəndə nə deyiblər? Allahı belə vəsf ediblər. Onun rəhməti onun qəzəbindən qabaqdır. Dualarda keçir. Ey o varlıq ki, onun rəhməti onun qəzəbindən öndədir. Bəzən biz günahı eləyirik, günaha cürət eləməyimiz elə onun rəhmətindən olub. Əgər o hər günahımıza görə, hər səhvimizə, xətamıza görə bizi dərhal cəzalandırsaydı, biz bu qədər cürət eləməzdik. Biz cürətlənirik çox vaxt, ona görədir ki, Rəbbimiz çox rəhimlidir. Deyirik, bağışlayar, bu cür deyirik. Nə ki biz deyirik, o bizi dəvət edir, deyir, mənə baxışınız belə olsun. Günah eləməyin, məndən uzaqlaşırsınız, günah sizi məhv eləyir, günah sizin insanlığınızı aradan aparır, günah sizin bəndəliyinizi əldən alır, günah sizi çirkinləşdirir. Bunları deyir Allah mütəal. Amma deyir, mənə qarşı baxışınız belə olsun ki, mən çox rəhimliyəm. Həmən aydı Allah buyurur, Qul ya ibadiyəlləzi. Ey mənim Peyğəmbərim, mənim bəndələrimə de, ey canlarını israf eləyən bəndələrim. Mənim rəhmətimdən naümid olmayın. Bunu deyəndən sonra buyurur, İnnəllaha yuğfiru'd-dunubə cəmi'a. Allah bütün günahları bağışlamağa qadirdir. Allah bütün günahları bağışlayır. Belə deyil, bu günahı bağışlayıram, o birisi günahı bağışlamıram. Belə deyil, ağlıva bu gəlməsin ki, mənim bu günahımı daha Allah bağışlamaz. Bu cür deyil. Hədisdə buyurur, Rəbbiniz siz günah eləyib yıxılırsınız,
o günahdan qayıdanda Rəbbə tərəf, o sizin qalxışınızdır. Allah o qalxışdan xoşu gəlir. Allah onu istəyir. Bəndə neynir? Üst tutur təzədən ona tərəf. Ona tərəf qayıdır. Bu cür Allah danışır, buyurur, odur sizin Rəbbiniz. Bunları deyəndən sonra Allah bağışlayandır. Allah rəhm edəndir, ərhəmər rahimindir. Sonra buyurur və ənibu ilə rabbikum və əslimu ləhu min qəbli ən yətiyəkumul əzəb. Üzünüzü ona tərəf tutun, Allaha tərəf tutun. Allaha tərəf dönün. Hara getdin ona tərəf dön. Nəfsünlə bacarmadın, denən ilahi bacarmadım da nəfsimlə bacarmıram. Amma mən səni unutmamışam. Mən səni Rəbb bilirəm. Mən səndən qaça bilmərəm. Mən səndən uzaqlaşa bilmərəm. Sənsən mənim xaliqim. Mən daim sənə tərəf gələcəm. Mən səhv eləsəm də, xəta eləsəm də sənə tərəf gələcəm. Mən sonda sənin qapıya gəlirəm, ey mənim Rəbbim. Bu mübarək Ramazan ayında Allah o süfrəni açıb. O süfrəni açıb ki, bəndələr neynəsin? Rəblərinə tərəf qayıtsınlar. Bu mübarək ay əvvəldən axıra kimi bir qiyamətdir. Rəhmət o qədərdir, mərhəmət o qədərdir bu ayda. Allahın rəhmət sifəti o qədər bu ayda özünü bir ruzə verir. Bir nida eləyən qoyub ayın əvvəlindən axırına kimi bizə çağırır. İza kana əvvəlul leyləti min şəhri Ramazan, Peyğəmbər buyurur. Buyurur, necə birinci gecə daxil oldu, ayı gördünüz, ayın hilalını gördünüz, o nida eləyən sizə çağırır, o mələk. Futtihətil əbvabus səma. Göylərdən qapılar açılıb, fələm yuğləq minha bab. O qapılardan heç biri bağlanmayacaq. Hansı qapıdır? Tövbə qapısı, rəhmət qapısı, bərəkət qapısı, məğfirət qapısı. Özü də burada Peyğəmbər cümləni işlədəndə buyurur ki, futtihət, yəni nə demədi? Fətəhə babun. Futtihət, yəni təkiddir. Allah təkidlə deyir bunu. O nida eləyən təkidlə çağırır. Deyir ki, qapılar, çoxlu qapılar var, tələsin, çoxlu qapılar. Rəhmət qapısı var, məğfirət qapısı var, bağışlanma qapısı var. Sonra buyurur və qulliqət ilə əbvabun niran fələm yuftəh minhu babun. Cəhənnəmin qapıları da bağlıdır bu ayda. Allah o qapıların heç birini açmır. Allah mütəal bu danışıqda biz görürük ki, bizi neynir? Sanki məcburi bir şərait yaradır, dartır. Allah mütəal məcburi bizi dəvət eləyir. Deyir, elə bir vəziyyət yaratmışam, bu şeytan zəncirdədir, bu səni azdıra bilməz. Elə bir vəziyyət yaratmışam. Sən təki neynə? Nəfsünün quluna çevrilmə. Sən təki çalış bir balaca o nəfsinin başına neynə? Ayağını qoy. Mübarək Ramazan ayı başlayır, bir hiss gəlir insana. Onu başqa ayda sən hiss eləmirsən. Mübarək Ramazan ayında qeyri-adi bir hiss var. Bütün insanları kimi dindirirsən, dindir, eyni şeyi hiss eləyir. Xüsusi bir dənə abu hava var, xüsusi bir dənə hiss var insanda. Bu ilahi rəhmətin nəyidir? Buyurur, bu ilahi rəhmətin şölələridir, siz onu hiss edirsiniz. O nəsimlərdir. Bu ayda o rəhmət nəsimləri var. Həzrəti Peyğəmbər buyurur ki, nida eləyən deyər, ya və yunadi munadin ya baqiyəl xeyrə əqbil. Deyir, ey xeyr axtaran, mənə tərəf dön, mənə tərəf gəl, üzvü mənə tut. Bu ayda, bu mübarək ayda Allah bunların hamısını deyir, hədislər deyir, kifayət qədər deyirlər, rəhmət qapıları açıqdır, mərhəmət qapıları açıqdır. Burada bir məsələ var, bir nöqtə var, diqqətinizi o nöqtəyə çəkmək istəyirəm. O nədir? Bizim bu ayda
ibadət eləməyimiz, qayda qanunlara riayət eləməyimiz, səhərdən axşama kimi ac qalırıq, qaydalar var, addımımızı hara atırıq, orada qayda var. O qaydalara riayət eləməliyik. Bəzi düşüncələr gəliblər, nə deyiblər? Bu necə? Bu əziyyətdir. Bu əziyyətdir, bu nədir? O tapşırığı sənə verir, ac qal, su içə bilməzsən, yemək yeyə bilməzsən, naməhrəmə baxa bilməzsən, yalan danışsan, nisbət verirsən Peyğəmbərə, Əhl-i Beytinə, orucun batil olacaq, belə də danışsan nədir? Ümumiyyətlə aradan gedib şərii cəhətdən ac qalmısan, bu cür yerindədir. Amma onun əsərini aradan aparıb, bunu eləyə bilməzsən, onu eləyə bilməzsən, nə bilim, nə qədər şərii hökmlər var mübarək Ramazan ayı üçün. Səfər eləsən, gərək belə eləyəsən, yox, bu cür səfər eləyə bilməzsən, bu şey üçün gedə bilməzsən, belə getməlisən və ilaxır və s. Bütün bunlar nədir? Bunlar vəzifələrdir, də elə deyil. Bütün bunlar qayda qanunlardır. Amma bəzi dinlər var, onlar nə deyiblər? Deyiblər ki, bu dini qəbul elə. Bu dini qəbul eləyəndən sonra burada eşqdir. Allahla, Allah bizim gözəl Allahımız var. Günah eləyəcəm, girəcəm kilsəyə, deyəcəm, ilahi bağışla məni. O rahib də duracaq o yanda, çəpərin o tərəfində mənə deyəcək, bağışladım səni. Müqəddəs ata mənə bunu deyəcək. Bir dənə mənə su çiliyəcək, hər şey olacaq əla. Başqa dinlər nə ediblər? O din daşıyıcıları bizi buna dəvət edib. Orada nədir? Şəriət yoxdur. Orada qayda qanun yoxdur. Sekulyar düşüncələr gəlib bizə deyiblər ki, sizin İslam dininiz nədir? Yükdən ibarətdir. Çətinliklər, qayda qanunlar, fiqhi hökmlər. Nə qədər fiqhi hökm var? Nə qədər qayda qanunlar var? Bizə nə deyiblər? Deyiblər bunlar əziyyətdir. Vəzifələr var, burada qayda qanunlar var, burada əməl eləyəcəyiniz şeylər var. Amma ağıl sahibləri nə deyiblər? Ağıl sahibləri, düşüncə sahibləri deyiblər ki, ağıl hökm eləyib ki, əgər təklif varsa burada təşrifat var. Əgər sənə təklif verilirsə burada nə var? Sən şərafətləndirilmisən. Əgər sənə iş tapşırılırsa, biz işi kimə tapşırırıq? Əmanətdar adam, işi tapşırırıq ona. Vəfadar adam, işi tapşırırıq ona. Yalancı olmasın, düz danışan olsun, yaxşı adam olsun, xəyanətkar olmasın. İşi nə edirik? Elə bir adam tapırıq, ona tapşırırıq, elədir. Niyə? Mən o adamı yaxşı bilirəm, o adamı düz danışan bilirəm. Mən niyə yükləyirəm o adamı? Niyə vəzifənin hamısı? Bu əziyyətlərdir axı, mən bütün işləri ona tapşırıram. Axı o yaxşı adamdır, mən onu sevirəm. Niyə ona tapşırıram? Çünki mən ona qiymət verirəm, onu qiymətli adam bilirəm, onu xəyanət əhli bilmirəm, ona tapşırıram. Allah da nə eləyir? Çölün heyvanlarına təklif vermir, insana verir. Allah o vəhşilərə, o heyvanlara təklif vermir, onlara vermir. Onların boynuna qoymayıb. Allah deyib, buraxmışam sizi, yiyin, için, çoxalın, sizin ruzinizi də verirəm. Allah hər cür şərait yaradıb o canlılar üçün, amma mənim boynuma vəzifələr qoyub. Niyə? Deyir, çünki mən səni insan olaraq, səni qiymətli bir varlıq olaraq seçmişəm, vəzifəni də sənə tapşırıram. Qayda qanunları sənə tapşırıram. Bu qayda qanunlara riayət eləməyi sənə tapşırıram. Mən səni seçmişəm bunun üçün. Seyyid ibn Tavus həyatında qeyd edirlər. Seyyid ibn Tavus oğluna deyir, bayram eləyir. O həddi təklifə çatandan sonra, həddi buluğa çatandan sonra onun üçün nədir? Bir bayramlıq eləyir, bir qəşəng süfrə açır, deyir ki, Allah səni çağırıb, Allah demək istəyir ki, sən artıq yetişmisən, sən bu məqama yetişmisən, sənə artıq mən təklif verirəm, sənə tapşırıq verirəm. Sən artıq buraya yetişmişsən. Allah Müteal bütün varlıqların içində insana xitab eləyir. Ya eyyuhəl-ləzīnə āmenū.
Kutibə aleykumus siyam. Oruc sizə vacib edildi. Başqa varlıqlara vacib edilmədi. Ey insan, sənə vacib edildi. Sənə vacib edildi çünki səni seçdim. Mən bu varlıqların içində sənə qiyməti verdim, vəzifəni sənə tapşırdım. Peyğəmbər ən üstün bəşərdir. Peyğəmbər üçün baxın, vəzifələr daha çoxdur. Peyğəmbər üstündür, adi insanlardan daha üstündür, gecə namazı da ona vacibdir. Bu nədir? Allahın Peyğəmbərlə düşmənçiliyidir. Niyə o şeylər bizə müstəhəbdir, Peyğəmbərə vacibidir? Çünki onun ruhu böyükdür, o daha ucadır. Allah ona deyir ki, sən daha ucasan. Bu şeylər artıq sənin üçün nədir? Vacibdir. Hər əməlin başdan ayağa biz baxırıq, bütün hər əməlimizə nə edir? Allah mütəal diqqət edir, tapşırıqlar verir. Həcc əməllərinə baxın, həcc əməllərində necədir? Mənim geyindiyim paltara kimi, geyindiyim ayaqqabıya kimi hərəkət eləyəcəm, orada nə yeyəcəm, hara baxa biləcəm, hara baxa bilməyəcəm, hamısı təkliflərdir. Hamısı təkliflərdir. Biz o təkliflərə, o ehrama giririk, ehrama girəndən sonra nə edəcəyik? Biz ehramda olanda, bu tükü qoparda bilmərəm. Bu ağcaqanadı öldürə bilmərəm. Mən burada kölgədə gedə bilmərəm. Burada bağlı yerdə hərəkət eləyə bilmərəm. Mən burada güzgüyə baxa bilmərəm. Nə dəyişiklik olur? Bu güzgüyə mən baxdım, baxmadım. Baxırsan ki, burada bir şey yoxdur da, mən güzgüyə baxdım, baxmadım. Allah bir dənə qanun qoyub ki, baxa bilməzsən. Mənə deyir ki, bu ağcaqanad gəlir, bu balaca yiyir səni. Sənin ixtiyarın yoxdur, onu tərpədəsən oradan ki, dur buradan gez. Bir dənə vurdun, zəhmət çək, bir dənə qurban kəs, kəffarəsin. Allah bütün bu qayda qanunları qoyur, bizim həyatımız başdan ayağa o ehramın içində nədir? Qayda qanundan ibarətdir. Bütün sahələrinə də Allah neyir? O qayda qanunu tətbiq edir. Ramazan ayı da ayrı bir dənə ehramdır. Allah Müteal deyir, daxil oldum bu ehrama. Bura daxil olandan sonra mənim rəhmət ayımda baxın bu qayda qanunlar var. Bu qayda qanunlar sənə örgədir, sən nə olasan, ona bəndə olasan, o dediyi kimi yaşayasan. Bir nəfər ziyarətə gedir, adam aparır, ziyarətdə olanda deyir, orada həccin əməllərindən vacibi nədir? Kəbənin ətrafına əməllərdən biri də təvaf eləməkdir, vacibi əməl. Amma təvaf zamanı sən hansısa bir vacib zikir var deyəsən, yox, müstəhəb zikirlər var. Müstəhəbdir bu zikirləri deyəsən falan, amma vacibi bir zikir yoxdur. Orada fırlananda deyir ki, biri qayıdır deyir, Allah burada nəsə vacib eləməyib, deyir, yox, vacib deyil, müstəhəbdir. Deyir, ey kaş Allah burada nə eləyərdi, elə burada da bir dənə vəzifə qoyardı mənim üçün. Burada da bir vəzifə deyərdi, mən bütün əmələ, ehrama girəndən elə vəzifələr, burada mən vəzifə görməyəndə narahat oldum. Dedim ki, ilahi elə burada da bir vəzifə qoyardın ki, sənin əmrün altında mən hər anımı addımlamaq istəyirəm. Sənin əmrlərini yerinə yetirəndə addımlamaq istəyirəm. Allah Müteal buyurur, bir xüsusi ehramdır bu. Allahın buyurduğu rəhmət ayında xüsusi bir dənə ehramdır. Bu nə üçündür? Necə həcdə buyurur ki, yevmin vələdətu ummu. O həcdən çıxdı, ehramdan çıxdı, sanki anası onu təzə doğub. Elə təmizlənir. İnsan elə təmizlənir. Hədislər bizə deyirlər ki, həcdən qayıdıb gələn adamın ziyarətinə tez gedin. Niyə? Nə qədər dünya tozu ona dəyməyib, nə qədər dünya məhəbbəti ora girməyib elə, nə qədər ki, o bir nuraniyyət var, Allah həcdə insana verir, deyirsən onu ilk günahı eləyəndən sonra səndən alınır o.
Həcdən gəldin, ilk günahı elədin, eləyəndə o həccin, o nuraniyyəti səndən alınır. Elə bir dənə ad qalır. Elə cəmaat sənə hacı deyəcək. Amma mənəviyyat aləmində nədir? Hacısan ya yox? Onu saxlaya bilmirsən ya yox? Hədislər də deyir, tez onun ziyarətinə gedin, o nuraniyyət sizə də dəysin. O ab-ı hava sizə də dəysin, o həcdən gəlir. Sanki anası təzə onu doğub. Mübarək Ramazan ayında da belədir. Mübarək Ramazan ayında da bu əməlləri biz eləyirik. Mübarək Ramazan ayından xaric olanda buyurur nədir? Sanki sizin anavuz sizi dünyaya gətirib. Siz bu dünyada yaşamamısınız ki, günahlar da görəsiz. Yaşamamısınız ki, səhvlər də eləyəsiz. Sanki təzə dünyaya gəlmisiniz. Ramazan ayında insanlar da müxtəlif formada bu ayı yaşayırlar. Bir dəstə insanlar var, onlar avam yaşayırlar. Avamdırlar. Ay barəsində avamlıqları var. Avam yəni nə? Sadəcə olaraq ac qalır. Allah deyib ac qal, mən də ac qalıram. Bu avamiyanədir. Ac qalır səhərdən axşama kimi, bəli, Allah deyib yemək yemir, içmək içmir, bu cürdür. Bir dəstə var, onlar xas insanlardır. Xasların orucu var. O xasların orucu nədir? Onlar qulaqların da, gözlərin də, dillərin də neynirlər? Qoruyurlar. Hamısını qoruyurlar. Belə yox, səhərdən axşama kimi ac qaldım, amma dili buraxmışam öz işindədir. Qulaq nədir? Harama qulaq asır, qeybətə qulaq asır və ilaxır və s. Üçüncü bir dəstə var, xasların xası. Xasların içində bir dəstə var, onlar qəlb və fikirlərinə diqqət eləyirlər. Onun fikrinə günah gələ bilməz. Günah fikri gələndə neyniyir? Tez istiğfar eləyir, özünü tərbiyə eləyir. Qəlbi daim neyniyir? Allahı yad eləyir. Bu ay nədir? Allahı yad eləməkdir. Bu ay bizi tərbiyə eləyir ki, biz Allahı daim yad eləyək. Zikir, dilin zikri var, qəlbin zikri var. La ilahə illallah dilin zikridir. Qəlbin zikri nədir? Qəlbin zikri var. Əsas məsələ nədir? Qəlbin zikr eləsin, Allahı yad eləsin. Əsas zikir odur. Dildə ola bilər. Mən bunu əvvəllər demişəm, biraz gülməlidir. İki nəfər yol gedirlər. Bunlar o qədər elə dildə istiğfar eləyiblər. Elə dildə eləyirmişlər də. Bütün gün o örgəşiblər. Əstəğfurullah, subhanallah, filan. Amma nədir? Əməldə əməllərinə keçməyib. Əməldə riayət eləməyib. İki dənə cavandılar. Biri deyir, əstəğfurullah, o birisi deyir, hanı əstəğfurullah? Bilir ki, naməhrəm gördü də. Deyir, hanı o da əstəğfurullah? Elə dildə deyir əstəğfurullah. Elə dildə zikr eləyir. Amma dildə əstəğfurullah deyə naməhrəmə baxır. Dildə əstəğfurullah deyə nədir? Yalan danışır rahat. Niyə? Çünki əmələ keçməyib. Əmələ keçməyi mühümdür. Əmələ keçmək üçün bizdən istənilən nədir? Diqqət buyurur, daim diqqət eləyin. Daim diqqət eləsək bu ayda, bu mübarək ayda, ayın axırında biz bayram eləyirik. Niyə eləyirik o bayramı? Nəyə görədir o bayram? Yəni, ilahi, mən sənin dediyin kimi 30 gün yaşaya bildim. Sənin qoyduğun qayda qanunla yaşadım, öz qoyduğum qayda qanunla yox. Sənin tətbiq elədiyin zövqünlə hərəkət elədim. Yadınızdadır, ubudiyyət məsələsində qeyd eləmişdim. Əbd odur ki, öz zövqü ilə yox, Allahın zövqü ilə hərəkət edir. Abid isə odur ki, o neyniyir? Şəxsi zövqün tətbiq edir. O özü qayda qoyur. Mən belə istəyirəm namaz qılacam, mən belə istəyirəm oruç tutacam. Deyirsən, axı bu şey haramdır, onun üçün maraqlı deyil. Qəlbin təmiz olsun. Ürəyin təmiz olsun. Ürək necə təmiz olur? Ürək təmiz olandan sonra bu məsələlər düzəlməlidir. Sən şəriətin qaydasına əməl eləmirsən, deyirsən ürəyin təmiz olsun. O necə təmizdir ki?
Necə təmizdir? Şəriət bəyəm təmizlikdən başqa bir şeyə bizi dəvət eləyir? Təmiz olsa riayət olunmalıdır. Olunmursa nöqsan var, düz eləmirsən, nəyisə düz eləmirsən, öz zövqünlə hərəkət edirsən. Buyurur, bir ay əgər siz bu cür hərəkət eləsəz, bu cür riayət eləsəz, Allah Quranda buyurur, وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا وَطَهُورًا. Rəbləri onları pak və paklaşdırıcı o şərabla neyniyər? Sirab eləyər. Bunun mənəvi tərəfi nədir? O ilahi sevgi ki var, Allah məhəbbəti. O ibadətin dadı var, ləzzəti. Onunla səni sirab eləyəcək Allah. Onu sənə dadızdırır. Sən onu dadacaqsan. Sən ibadət eləyəndə o ibadətin ləzzətini buyurur, dadacaqsan. Bunu deyəndən sonra Allah Müteal buyurur ki, İnnə hadə kânə ləkum cəzaən və kânə səyyuhum məşkura. Bu sizin, bu ki sizə verdim, bu şərabı sizə verdim, daddınız. Bunu bilirsiniz niyə vermişəm? Bu sizin səyyünüzün nəticəsi idi. Siz bir iş gördünüz, o işin müqabilində idi. Siz bir itaət elədiniz, o itaətin müqabilində idi. Və buyurur, sizin bu itaətiniz nədir? Təşəkkürə layiqdir. Allah öz bəndəsinə, Xaliq öz məxluquna təşəkkür edir. Haçan? O zaman ki, sən onun əmrləri ilə hərəkət edirsən. Onun qoyduğu qayda qanunlarla riayət edirsən. Ondan çıxmırsan qırağa. Buyurur ki, diqqət edin. İndi diqqət eləsək, görəcəyik bir tərəfdən nədir? Bir tərəfdən təklif var. Dedik, bu təklif nə üçündür? Bizi uca bilir, uca varlıq bilir. Bizi uca varlıq qərar verib, vəzifəni də bizim boynumuza qoyur. Bir budur. Digər tərəfdən deyir, nədir? Şeytanı da zəncirləmişəm. Şeytan da burada zəncirlənib. Başqa bir tərəfdən deyir ki, ənfasukum fihi ibadə. Nəfəsləriniz var, çəkirsiniz. Zikirdir, ibadətdir, təsbihdir. Bunları deyir və novmukum fihi ibadə. Yuxuvuz da nədir? İbadətdir. Bütün bunları təsəvvür eləyək, 30 gün ərzində bunu eləyirsən, bu şəraiti yaradıb, Allah deyir, 60 il mənə ibadət eləyən bir abidin ömrüdür bu. Bir abidin ömrüdür. Gəldilər də Peyğəmbərə dedilər, ya Rasulallah. O dövrdə Bəni İsraildən insanlar olublar, nə qədər yaşayıblar? 80 il yaşayıblar. Neçə illər yaşayıblar? Həzrəti Peyğəmbər nə buyurur? Həzrəti Peyğəmbər buyurur, Allah sizin üçün bir günlər qoyub, o günlərə bir diqqət edin. Bir dənə Qədr gecəsi nədir? 1000 aydır, 1000 ay. Bir insan ömrüdür 1000 ay. Bir insanın ömrü 1000 ay, yəni bir insan bir ömür Allaha ibadətlə yaşayıb, itaətlə, abid olaraq yaşayıb. Allah deyir, onu bir gündə mən sənə verirəm. Bir gündə o süfrədir buyurur, buna diqqət edin. İmam Səccad əleyhissalam buyurur ki, belə davam eləsəz əgər, bu cür davam eləsəz, Həzrətin bir duası var. Buyurur, Allahümmə əsəlukə imanən tubaşiru bihi qəlbi. Allah, mən səndən istəyim budur ki, bir ibadət olsun mənim ibadətim. O ibadətim səni hiss elətdirsin mənə. Bunu istəyirəm. Allah, səndən istədiyim budur. O ibadət hiss elətdirsin səni. Necə hiss eləyirik? Namazımızda hiss eləyirik. Orucumuzda hiss eləyirik Allahı. Bu haçan olacaq? Allah Müteal buyurur ki, mən dediyim kimi siz yaşayandan sonra bunu hiss eləyərsiniz. Mən dediyim kimi, bu ay bir fürsətdir. Allah buyurur, bir ayı qoymuşam mənim rəhmət ayım, bir fürsətdir. Siz burada nə eləyəsiniz? Hiss eləyəsiniz Allahı. Bir tələbə sinifdə, ustad da tohid dərsi keçir. Allahın dəlillərin, Allahın varlığının dəlillərini deyir. Sayır. Deyir, ustad, bu qədər dəlil sayırsınız Allahın varlığı barəsində. Niyə hiss eləmirik biz Allahı? Maddi baxır məsələyə.
Niyə hiss eləmirik? Görək onu, hiss eləyək. Ustad uzaqlaşır, bu da çıxıb lövhənin qabağındadır, üzü lövhəyə, deyir, üzün lövhəyə dayan. Ustad uzaqlaşır, sinifin gedir o başına, deyir ki, məni görürsən, deyir, yox, deyir, niyə? Deyir, çünki arxam sənədir, ustad. Deyir, hə, bizim arxamız Allahadır. Ona görə hiss eləmirik. Bizim üzümüz Allaha olsa, hər an üzümüzü ona tutsaq, ona arxa çevirməsək, onu hiss eləyərik həyatımızda. Buyurur, bu mühüm məsələdir. İmam Səccad əleyhissalam buyurur, çox ibadət eləyənlər var. Çoxu ibadət eləyər, onun ləzzətini dada bilməz. Çox belə ibadət eləyən var. Mühümü nədir? Sən əməl eləsən, onun ləzzətin artıq dadacaqsan. Aşiq neyniyir, aşiq olan insan? Üzr istəyirəm böyüklərdən. Bir oğlan bir qıza aşiq idisə, deyir, gözləyir ki, ona bir iş tapşırsın. Belədir. Bir dənə iş tapşırsın, desin, məsələn, get filan şeyi elə mənim üçün. Orada əziyyət var. O işi görməkdə əziyyət var. O işin dalısıca sən qaçacaqsan, gedəcəksən, yuxusuz qalarsan, filan olar. Müxtəlif formalarda təsəvvür eləyək beynimizdə. Amma necə sevə-sevə gedirik? Sevə-sevə necə gedir? Sevdiyinə görə sevə-sevə səhərə kimi neyniyir? Yuxusuz qalır, yuxusuna haram qatır. Səhərə kimi onu saxlamaq olmazdı. Amma indi telefonda nədir? Səhərə kimi yazışır, yuxusu gəlmir. Niyə? Sevir axı onu. Və necə olur? Allahı insan sevsə, Allahı hiss eləsə, heç bir yorğunluq, heç bir çətinlik onu yora bilməz. O ondan ləzzət alar. Aşiq məşuqunun əmrlərindən də ləzzət alır. Aşiq isə Allaha aşiq ola bilsək, onda Allahın bütün əmrləri bizim üçün nə olacaq? Ləzzətlə olar. Mənə əmr eləyib nədir? Maluvun vacibatını ayırmalısan, onu ləzzətlə ayırar. Belə yox, Elə ilin başı gəlir, deyir ki, bir dənə qonşuda filan kəs var, ona olar bundan aparım ona verim. Bir dənə xəstə var, bundan aparım ona verim. Filan şeydən aparım verim. Bu qardaş, niyə bundan? Niyə bundan? Niyə Allahın sənə verdiyi o borc var, qaytarırsan, onun da qolun, budağın kəsib neynəmək istəyirsən, oradan çıxardıb vermək istəyirsən. Niyə? Bizim baxışımız, əzizlər, dinimizə nə olmalıdır? Düz olsa, düz baxsaq, görərik ki, bu din bizə nədir? Bizə ləzzət, bu din bizə nəyi başa salır? Bizə başa salır ki, burada yaşamağınız, bəndəliyiniz bir ləzzətdir. Bir ləzzət almalısınız ibadətinizdən. Quran-ı Kərim ayəyə baxın. Kafirlərin işi nədir? Kafirlər sizi dindən çıxartmaq istəyir. Kafirlər sizi yönətmək istəyir. Dindən uzaqlaşdırmaq istəyir. Elədir? Kafir niyə məni İslamdan çıxartmaq istəyir? Mən müsəlmanam, yəni səhv eləyirəm. İslamı qəbul eləmişəm, mən səhv yoldayam. Onda neynəməlidir? Biz İslamda olmayanı İslama necə gətiririk? Yalvarırıq da ona. Ona kömək eləyirik. Ona mərhəmət göstəririk, ona sevgi göstəririk. O bizim əxlaqımızdan nə edir? İslamı qəbul edir. Niyə? Çünki istəyirəm də, onu sevirəm. İstəyirəm ki, o gəlsin, müsəlman olsun. O cəhənnəmdən çıxsın. Amma kafir səndən vuruşa-vuruşa, səni istəyir İslamdan çıxarsın. Demək, bu səni sevmir. Və bunun səndən davası nədir? Bunun davası, bunun paxıllıq elədiyi bir şey var. Sənin əlində var, onda yoxdur. O İslamdır. İslamla şərəflənmirsən, o onda yoxdur. O oradan səni çıxartmaq istəyir. Ona görə səndən vuruşur. O sənin üçün yanmır, onun ürəyi yanmır. Allah Müteal bunları buyurur ki, qəd əqbələ iləykum bil bərəkəti. Həzrəti Peyğəmbər xütbəsində nə buyurdu? Buyurdu, bu ay həm bərəkətdir və rəhmətin və məğfirə. Həm rəhmətdir, həm də bağışlanmaq.
Həm bağışlamağınız var burada, həm bərəkət var bu ayda, həm sizin ruhunuz bərəkət tapacaq, ömrünüz bərəkət tapacaq, həm də belə də təsiri var, malımıza da təsiri var, sədəqə verəcəyik, bir xurma dənəsi verərik, Allah onu o qədər böyük yazacaq. Dağ boyda yazacaq Allah onu, qiyamət günü mən onu elə görəcəm. Allah buyurur ki, əsir olduğunuz bəzi xüsusiyyətlər var. Mən istəyirəm onlar aradan geçsin. İnsanlar çoxdur, müxtəlif xüsusiyyətlərin əsiridirlər. Biri nəyin əsiridir? Həsədin əsiridir. Biri təkəbbürün əsiridir. Allah neynir? Onların hamısını neynir? Sındırır. Biri xəsisdir. Duada nə oxudu? Allahümmə fukka kullə əsir. İlahi bütün əsirləri azad elə. İlahi bütün acları doyuzdur. İlahi bütün geyimsizləri neynə geyim yetir. Və ilaxır və s. Neyniyir? Kullə deyirik, hamısını deyirik. Allah deyir, tək özün yox. Mən yox. Çıx, bundan xaric ol, hamını neynə, hamını qucağıva al, hamını qoluvun altına neynə, qanaduvun altına al. Allah bunu bu ayda bizə başa salır. Buyurur, o xüsusiyyətlər var, onlar yalnız və yalnız bu süfrədə qırağa qoya bilərsən. Bu süfrədə qırağa qoya bilməsən, sən təkəbbürü qoya bilməsən, həsədi qoya bilməsən, başqa yerdə eləyə bilməzsən. Xəstəlikdir bunlar. Allah bir müalicə bizi eləyir bir ay ərzində, 30 gün ərzində. Allah buyurur, müalicə olunun. Bu xəstəlikləri başqa vaxtı tərk eləyə bilməzsən. Eləyə bilməyəcəksən. Şöhrət xəstələri var. Ha? Nə olmaq istəyir? Ulduz xəstəliyi tutacaq bunu. Bir dənə buna görürsən ki, hacı demirlər, məşədi deyirlər, qalır belə. Necə yəni, mən hacıyam, mən məşədi deyirlər. Hə? Adi bir dənə adı ilə çağırsan, xətrinə deyəcək. Mən bu boyda filan adam, mən hacı, nə bilim nə. Bu nədir? Bu insanın şöhrət düşkünü olmağıdır, məqam düşkünü olmağıdır. Allah Müteala buyurur neynə? Bunların hamısını qoy qırağa. Qoy. İmam Sadiq əleyhissalamdan hədisi deyirəm, söhbətimi tamamlayıram. Sual verdilər. Ağa, siz imamsınız. İmam Allahın seçdiyi məqamların içində ən üstün məqam. İmamət məqamı. Nübüvvətdən üstün, Quranda da ayələri, dəlilləri, subutları. Deyir, siz haçan bildiniz imam olmuşsunuz? Onu haçan hiss elədiniz ki, siz Allah tərəfindən imam olmuşsunuz? O məqamı haçan hiss elədiniz? Həzrət buyurur, o zaman ki biz bildik, hiss elədik, biz heçik, onda bildik imam olmuşuq. Yəni nə? Ucalmaq üçün sıfır nöqtəsinə düşməlisən burada. Allahın qabağında düşməlisən, sıfıra ki ucalasan. O xüsusiyyətlər hamısını qoymalısan qırağa, o kibir, təkəbbür hamısını sındırmalısan ki ucalasan. Buyurur, bu ay nədir? Ucalmaq ayıdır. Allah bizi buyurur, sizi şərafətli eləmişəm, sizə vacib eləmişəm. Qabaqki peyğəmbərlərə, xaslara vacib idi bu oruc. İmam Baqir əleyhissalam deyir, bu bir günləridir 30 gün. Allah onu öz peyğəmbərləri üçün qoymuşdu. Onlar nə edirdilər? Riyaziyyata çəkirdilər. Özləri nə edirdilər? 30 gün o ibadət növünü keçirdi. Çillə saxlayırdı ondan. Onunla keçirdi. Xas adamlar onu eləyirdi. Qabaqki peyğəmbərlər eləyirdi. İnsanlara vacib deyildi. Allah onu bizə vacib eləyir. Allah buyurur, sizə onu neynirəm? Vacib eləyirəm. Allaha and verək, izzət-i cəlalına, Allah müteal bu mübarək ayın bərəkətindən bəhrə aparmağı bizə nəsib eləsin inşallah. Allah bu mübarək aya xatir günahlarımızı bağışlasın. İlahi pərverdigar-ı aləm sənə and veririk, izzət-i cəlalıva. Millətimizin, xalqımızın nə qədər daxilində, xaricində düşmənləri var, məhv elə.
İlahi vətən keşiyində olan əzizlərimizi sağ-salamat istəklərinə yetir. İlahi vətəndən qıraqda olan əzizlərimizi qanim salim istəklərinə yetir. İlahi mənəvi düşmənlərimizi məhv elə. İlahi Pərverdigar-ı aləm, nə qədər günahlarımız var, günahlarımızı bağışla. İlahi müminlərin, müsəlmanların nə qədər maddi, mənəvi müşkülləri var, müşküllərin həll elə. İlahi Pərverdigar-ı aləm, bu mübarək ayda bizi bağışlamamış öldürmə. İlahi İmam Zaman ağanın zuhurun təcil elə. İlahi bu ayın hörmətinə Ya Rəbb, sənə and veririk İzzət-i Cəlalıva. İlahi sənə and veririk əzəməti və sənə and veririk o gözəl xüsusiyyətlər və sifətlər və İlahi Pərverdigar-ı aləm, o dualar ki xeyrimizədir, yadımızdan çıxır, haqqımızda imza elə. Bütün dualarımızın qəbul olunmağından ötəri Peyğəmbər və ailəsinə səlavat edir.